Salam, axşamınız xeyir, hörmətli YouTube və TikTok izləyiciləri. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Poş qəsəbəsində, yəni Paşdavoyda ümumi sahəsi, bax bu ümumi sahəsi dedikdə mən şəxsən özüm ölçmüşəm. 4,2 sot torpaqdır. İndi hal-hazırda müasir dövrdə deməli tikilmiş otaqları göstərirəm. Qarşıda gördüyünüz otağın ölçüsü 6'nın 5'ədir. 2 qat kubiklə hörlü kürsülüdür. Bax bu 2 ədəd otaq mənə elə gəlir ki, yox, həqiqətən belədir. Müasir dövrdə tikilmiş otaqlardır. Buranın ölçüsü 6'nın 4'ədir. Dediyim kimi Gəncə şəhərinin polları möhkəmdir. Deməli, dediyim kimi Gəncə şəhərində Poş qəsəbəsində, yəni Paşdavoyda ümumi sahəsi 4,2, ancaq sənətdə mən bu cür görmüşəm. Bax bu daşınmaz əmlaklar 85 kvadrat metr göstərilib. Torpaq sayısı 1,7-dir. Bax bu 2 ədəd olan otaqlar isə keçmiş dövrdə tikilib. Deməli, gördüyünüz kimi təmirdə keçmiş dövrün təmiridir. Bax bunlar bu 2 ədəddir. Bu deməli uqlavoy evdir, uqlavoy yerdir. Bax bura deməli 2 ədəd müasir, 2 ədəd köhnə tikilişli. Bax belə bir deməli daşınmaz əmlakın qiyməti 55.000 manatdır. Mənə deyilənə görə razılaşma olmalıdır. Hal-hazırda mən qapıdan giriş hissəsində yerləşirəm. Sağ tərəfdə 2 ədəd deməli mini otaqlar var. Bax bu cürdür. Sonra baseyndir, yəni su hövzü 9 tonluqdur. Sonra isə hamamıdır. Bax bu cürdür. Sonra isə deməli sağ tərəfdə 2 ədəd yenə də mini otaqlar var. Bura bağçasıdır. Bax belə bir deməli daşınmaz əmlakın qiyməti 55.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Çox yaxınlıqda, yəni təxminən 200-250 metrlik məsafədə deməli 37 nömrəli orta məktəb. Həmin məktəbin arxasında isə deməli uşaq bağçası yerləşir. Bax bura deməli buranın ölçüsü 7'nin 12'ədir, böyükdür, hündürdür. Yenə də mən sizə göstərirəm. Deməli 2 qat kubiklə hörlüb bu ərazi. Belə bir daşınmaz əmlakın qiyməti 55.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Məhəlləsinə maşın daxil olur. Darvazası var, uqlavoy yerdir. 100-130 metrlik məsafədən isə 7 və 9 nömrəli marşrutlar işləyir. Yenidən mən sizə ümumi ərazini göstərirəm. Yəni mən bu cür saymışam. 4,2 sot torpaq alınır. Həmin bax bu ərazidə deməli 1,7 torpaq sahəsidir. 85 kvadrat metr isə deməli bax bu daşınmaz əmlakdır. Solda yerləşən belə bir daşınmaz əmlakın qiyməti 55.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Bax necə görürsünüz, videosu bu cürdə çəkilir. Bax belə. Sizlərə uğurlar.